125 min manata 2 sot həyətyanı ərazidən də artıqdır. 4 otaq belə təmirli, mərdəkan tipli evimiz. Dövlət suyu, işığı, qazı var. Baxın, jalüz qapı ilə də açıldı. Birbaşa jalüz qapıda içəri rahat maşın daxil ola bilir. Evin sağ soluna keçid var. Padval çox hündürdür. Yəni hələ həyətyanı ərazi dolub. Baxın, padvala rahat girib, başın dəymədən gəzmək olur. Bağ hissədə təyin olunubdur. Qalxırıq. Evimizin istipol sistemidir və kollektor burada yığılıb. Bura terasdır. Terasdan mətbəxə də giriş var, koridordan da. Yer istipoldur, yenə qeyd edirəm. Bax, burada bir dənə qonaq otağı, aboy falan hər bir şey vurulub. Mətbəximiz, bütün laminat olan hissələrdə, kafel olan hissələrdə hamısı istipoldur. Bu, bir yataq otağı, ikinci yataq otağı və üçüncü yataq otağı. Geniş evdir, fərah evdir. Qiymət 125 min, dövlət su qaz işığı var. Bu da sanitar qovşağı, duş kabin yeri də təyin olunub. Sənəd, torpağın sənədi, arxivli sənəddir, yəni kupçaya gedən sənəddir. Ona kupça çıxartmaq da asan məsələdir. Qiymət 125 min. Yerləşmə yeri Binə qəsəbəsi, Şəhidlər Xiyabanı ilə, həmin ərazidə. Ana yolu 300 metr məsafə.